Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil verilib. Mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə mənzillə təminat proqramı 5 dəfə genişlənib. Həmçinin nazir müavini əlavə edib ki, cari ilin yanvarın 1-dən növbədə olan müharibə əlillərinin hamısı avtomobillə təmin edilib. Beləliklə, post-müharibə dövründə 6900 mənzil şəhid əlillərimizə və müharibə əlillərimizə təqdim edilmiş olur. Ötən dövr ərzində isə 16000 mənzil və fərdi ev şəhid əlillərimizə və müharibə əlillərimizə verilmiş olur. İlin növbəti dövründə də mənzil təminatı davam etdiriləcəkdir. Post-müharibə dövründə 567, ötən dövr ərzində 7800 avtomobil müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim edilibdir. Növbəti dövrdə də tibbi göstərişi olan və növbəyə yazılan bütün vətəndaşlarımız avtomobillərlə təmin ediləcəkdir. Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə edildiklərinə, həmçinin bugün yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Bugün çox qürurluyam ki, vətənim üçün Nurlan kimi bir qəhrəman böyütmüşəm, vətənim qarşısında bir ana kimi borcumu ləyaqətlə yerinə yetirmişəm. Qürurluyam ki, yalnız mənim yox, bütün xalqımın adını ehtiramla andığı bir igidin anasıyam. Bugünkü mənzilə görə də dövlətimə minnətdaram. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin daimi diqqəti üzərimizdədir. Mehriban xanım biz şəhid anaları ilə birlikdə ağladı, birlikdə kədərləndi. Vətən müharibəsindən sonra Sosial Xidmətlər Agentliyi tərəfindən bizə zəng olundu və mənzil təminatı barəsində məlumat verildi. Sənədlərimiz toplandı və mənzil növbəsinə durduq və bugün mənzil növbəmiz çatdığı üçün yaxınlaşdıq, mənzillərimizlə təmin olunduq. Və bu işdə əməyi əziyyəti keçən hər bir şəxslərə minnətdarlığımızı bildiririk. Ölkə rəhbəri şəhid qazi ailələrinin sağ olsun ki, hər zaman diqqət və qayğı göstərir və şəhid ailələrinin mənzillə təmin olunmasına köməkliyin əsirgəmir. Buna görə biz ölkə rəhbəri ilə təşəkkürümüzü bildiririk və şəhid ailələrimizə Allahdan səbir, qazilərimizə can sağlığı dilərik. Qeyd edək ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, sosial dəstək proqramları, reabilitasiya xidmətləri ilə əhatə edilmələri, məşğulluqlarının təminatı və digər istiqamətlərdə işlər aparılması diqqət mərkəzindədir.